Bismillahirrahmanirrahim və salatu və selamu alə mən la nəbiyyə ba'dəhu. YouTube səhifəmizə bəzi suallar gəlmişdir. İnşallah onlara cavablandıracağıq. Birinci sual odur ki, evlərdə nə üçün bərəkət yoxdur? Bunun bir neçə səbəbi var. O səbəblərdən biri, necə ki, bir nəfər Peyğəmbər sallallahu aleyhi və sələmə deyir ki, ya Rasulallah, mən yemək yeyirəm, amma doymuram. Rasulullah sallallahu aleyhi və sələm onun cavabında buyurur ki, ola bilsin yeməyi tək yeyirsən. Yəni bu da hədis də ona dəlalət edir ki, insan tək yedikdə ola bilsin ki, evdə bərəkət olmasın. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm cəm yeməyi təşviq edir. Yəni ailə üzvlərinin birlikdə yeməyini təşviq edir Peyğəmbər sallallahu əleyhi və səlləm. Əgər ailə üzvləri birlikdə yemək yeyərsə, o evdə xeyir, bərəkət olar. Necə ki, bizdən əvvəlki yəni insanlar, babalarımız, nənələrimiz, ailə üzvləri yığıldıqdan sonra axşam yeməyi yeyərdilər və yaxud günorta yeməyi yeyərdilər. Bu da xeyrin, bərəkətin çox olmasına dəlalət edir və yaxud ailədə birliyin olmasına dəlalət edir və bu evdə xeyir, yəni bərəkət olar. Sonra isə bərəkətin olmamasının səbəblərindən şükür etməməkdir. Yəni Allah Azza və Cəllə saysız hesabsız bizə nemətlər bəxş edir və bizlər yəni şükür etmirik və yaxud da yeməyə bismillahla başlamırıq. Yeməkdən sonra Allah Azza və Cəlləyə həmd etmirik. Sonra evdə bərəkətin olmamanın səbəbi evdə asiliklərdir, üsyanlardır. Evdə Allah Azza və Cəllənin istəmədiyi şeylər olur, ona asilik olur, fasiqlik olur. Əlbəttə ki, o evdə xeyir, yəni bərəkət olmaz. Evdə məsələn musiqi dinlənilir və s. və s. yəni pis işlər görünür və o evdən yəni bərəkət, xeyir uzaqlaşır. İkinci sual odur ki, hikmətli dəvət necə olmalıdır? Hikmətli dəvət ilk öncə gözəl sözlə olmalıdır. Yəni insanlara gözəl söz söyləməlisən. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, "Qulu lin-nasi husna." İnsanlara gözəl söz söyləyin. Birinci müsəlman çalışmalıdır, gözəl söz söyləməlidir. Yəni insanlarla elmi dildə danışmalıdır. Elmi dildə necə? Yəni xurafatla, möhfumatla danışmamalıdır. Ayətlərlə, hədislərlə, Allahın buyurduqlarını insanlara söyləməlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin səhih hədislərini insanlara söyləməlidir. Yəni elmlə insanları dəvət eləməlidir və sonra isə dəvət olunan şəxsin halına baxılmalıdır. Bu dəvət olunan şəxs necə insandır? Bəlkə o şəxs belə deyək, savadsız bir insandır. Ona öz belə deyək anladığı tərzdə İslamı başa salmaq lazımdır. Ola bilsin insan dəvət olunan şəxs çox savadlı insandır, hansısa bir peşənin mütəxəssisidir. O peşədən biraz anlayışın olmalıdır ki, o şəxsin belə deyək suallarına gözəl şəkildə cavab verə biləsən. Yəni insan çalışmalıdır ilk növbədə, yəni gözəl sözlə insanları dəvət eləməlidir. Sonra elmlə insanları dəvət eləməlidir. Sonra səbirli olmalıdır. Yəni səbirli olmalısan, vüqarlı olmalısan. Ola bilsin ki, dəvət etdiyin şəxslər belə deyək sənin dəvətini bəyənməsinlər, səndən xoşları gəlməsinlər, səni tənqid eləsinlər və yaxud təhqir eləsinlər və sən dəvətçi olduğun üçün səbirli olmalısan, möhkəm olmalısan və belə halda inşallah dəvətində uğurlu olarsan. Sonra sual verilir ki, Qədir gecəsində əfsal olan nədir? Qədir gecəsində əfsal olan, ən çox belə deyək, əfsal olan duadır. Çünki Ayşə anamızdır ki, ya Rasulallah, əgər Qədir gecəsini yetişsəm, nə edeyim? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, ey Ayşə, dua et. Hansı duadır o? Allahım, sən bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla. Bu o demək deyil ki, yalnız Qədir gecəsində duanın kifayətlənmək lazımdır. Xeyr, dua etmək lazımdır, gecə qiyama qalxmaq lazımdır, yəni gecə namazı qılmaq lazımdır, Quran tilavət eləmək lazımdır. Yəni, əgər imkanın varsa, malından insanlara xərcləmək lazımdır, yəni sədəqə vermək lazımdır və s. xeyir əməlləri etmək lazımdır. Sonra sual verilir ki, niyyətimizi necə düzəldək? Yəni, niyyəti düzəltmək üçün ilk öncə Allaha dua etməlisən. Allaha dua etməlisən ki, Allah Azza və Cəllə sənin niyyətini düzəltsin. Çünki niyyət qəlb əməlidir. Yəni, qəlbin sağlam olmalıdır ki, niyyətin də doğru olsun. Və qəlblər də Allah Azza və Cəllənin barmaqlarının iki barmağı arasındadır. İstədiyi kimi çevirir. Və ona görə də ilk öncə dua etməlisən ki, Allah sənin qəlbini islah etsin və niyyətini düzəltsin.
Sonra isə niyyətini düzəltmək üçün axirəti xatırla. Axirəti xatırla ki, yəni sən axirətdə Allah Azza və Cəllə sənin etdiyin əməllərin mükafatını verəcək. Əgər sənin niyyətin doğru deyilsə, niyyətin Allah üçün olmayıbsa, əlbəttə ki, o əməlin mükafatını görməyəcəksən. Ona görə bir əməl etdikdə ilk öncə fikirləş, mən bu niyyəti Allah üçün edirəm, yəni Allaha görəmi edirəm və yaxud öz nəfsim üçün edirəm və yaxud insanlar arasında hörmət qazanmaq üçün edirəm. Yəni özünə sual ver. Yəni alimlər deyirlər ki, ikinci niyyəti düzəltmək üçün nəfsini mühasibə eləməlisən. Nəfsini mühasibə eləməlisən. Birinci axirəti düşünməlisən, ikinci nəfsini mühasibə eləməlisən, üçüncü də muraqabəni hiss eləməlisən. Hiss eləməlisən ki, Allah səni görür. Allah səni görür. Dördüncü isə alimlər deyirlər ki, qəbri fikirləş. Yəni qəbri fikirləş, yəni qəbrə qoyulacaqsan və sən niyyətlərinə görə sorğu-sual olunacaqsan. Və həmçinin də yəni qəbirdən qalxdığın gündə niyyətlərinə görə sorğu-sual olunacaqsan. Yəni axirət günündə niyyətlərinə görə sorğu-sual olunacaqsan. Yəni bunları düşün, inşallah niyyətini düzəldərsən. Sonra sual verilir ki, yəni ixlası necə düzəldək? Yəni ixlaslı olmaq üçün də niyyət kimi bir şeydir. İxlaslı olmaq üçün də insan yalnız bilməlidir ki, yəni bir əməli edirsə, xalis Allah üçün etməlidir. Allahın razılığını qazanmaq üçün etməlidir. Yəni ixlas odur ki, yəni bir əməl edərkən o əməli xalis Allah üçün etmək lazımdır. Yəni o əmələ qatqı qatmaq olmaz. Yəni riya qatmaq olmaz. Məsələn, bizə deyilir xalis qızıl. Xalis qızıl nədir? Yəni qızıla heç bir başqa maddənin qatışı yoxdur. Beləcə ibadətdə ixlas olanda o ixlasa heç bir, belə deyək, riyanın, göstəricinin, eşitdirməyin qatqısı olmur. Yəni riyasız, göstərişsiz ibadətə ixlas deyirlər. Yalnız Allah üçün eləyirsən, səmimi qəlbdən Allaha görə yerinə yetirirsən. Bunu insan düşünməlidir ki, mən bu əməli edirəmsə, yəni niyyətlə ixlas demək olar ki, eyni bir şeydir. Yalnız Allah üçün edirəm, Allah xatirinə edirəm, Allahın razılığını qazanmaq üçün edirəm. Bunları düşünsə, inşallah ixlasını bərpa edər. Sonra sual verilir ki, intihar etmək üçün üzürlü hallar var İslamda. Məsələn, düşmənlə üzbəüz gəlsəm, düşmənin əlinə düşsəm, yəni əsir düşsəm, yəni intihar edə bilərəm. Xeyr, yəni belə bir hal yoxdur. Yəni insan intihar etmək olmaz. Çünki Allah Azza və Cəllə bizim nəfsimizi haram edib. Yəni biz özümüzü öldürə bilmərik. Biz Allahın mülküyük. Yəni Allah Azza və Cəllə icazə vermir ki, biz özümüzü öldürək. Çünki bu bədən, bu cisim yəni bizim deyil, bu Allahındır. Məsələn, diqqət edirsinizsə, məsələn dil. Dil bizim deyil, Allahın mülküdür. Ona görə Allah bu dilə hədd qoyub. Bu dillə nə danışa bilərsən? Allah bizə buyurub, dillə gözəl söz danış, yaxşı söz danış. Sözün yoxdursa sus və yaxud bu dillə belə deyək, pis sözlər danışmaq olmaz, bax yalan danışmaq olmaz, söz gəzdirmək olmaz, iftira atmaq olmaz və s. və s. və s. adı söz söyləmək olmaz. Allah qadağan qoyub. Həmçinin gözə də baxın. Göz məsələn Allah bizə gözü verib, amma Allahın mülküdür. Gözə hədd qoyub. Gözlə harama baxmaq olmaz. Yalnız halala baxa bilərsən və beləcə bütün orqanlarımızı Allah Azza və Cəllə belə deyək, hədd qoyub orqanlara. Və bizim özümüzə də hədd qoyub. Yəni biz özümüzü öldürə bilmərik. Nə hal olur olsun, nə baş verir versin, yəni özümüzü öldürə bilmərik. Hətta düşmənin əlinə keçsən belə, nə bilirsən ki, düşmən səni öldürəcək. Yəni 100% əmin deyilsən, düşmən sənə əzab verəcək. Ola bilsin əsir götürsün səni. Əsir götürsün, sonra müəyyən bir vaxtdan sonra səni yəni buraxsın və s. hallar ola bilər. Ona görə insan heç bir halda özünü öldürə bilməz. Sonra sual verilir ki, ağlımıza gələn pis fikirlərdən necə qorunmaq olar? Ağlımıza gələn pis fikirlərdən qorunmaq üçün burada da dua etməlisən. Yəni vəsvəsələrdən uzaq olmalısan, rahat olmalısan. Yəni pis fikirlər gəlirsə, yəni Allaha zikr et. Allahı xatırla. Allahı səna et. Yəni günahlarının bağışlanmasını Allahdan istə. Yəni Allaha sığın. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bu şeytan sizə gəlib vəsvəsə etdikdə şeytanın şərrindən Allaha sığın. Bu halda biz Allaha sığınmalıyıq. Yəni düşünməliyik ki, pis fikirlər gələndə Allah istəməsə bizim başımıza heç nə gələ bilməz. Ancaq Allah istədiyi olur, Allah istəmədiyi olmur. Yəni Allaha pənah apar. Allaha sığın, inşallah müəyyən bir vaxtdan sonra pis fikirlər çıxıb gedəcək.
Sonra sual verilir ki, Qədir gecəsinin savabı üçün tam gecəni ibadət etmək lazımdır, yoxsa sübhə qədər qalmış olursan? Yaxşıdır ki, yəni Qədir gecəsi belə deyək də, ildə bir dəfə olur. O da son 10 günün tək günləridir. Bu tək günləri ibadətlə keçirmək lazımdır. Yəni çoxlu Quran oxumaq, çoxlu dua etmək, qiyamda qalmaq, bacardığın qədər bu gecənin qədrini bil. Elə adından məlum olduğu kimi də Qədir gecəsidir. Yəni qiymətli gecədir, qədirli gecədir. Ya sən bu gecəyə belə deyək, hörmət etmirsənsə, bu gecənin qədrini bilmirsənsə, bu gecəni axtarmaq istəmirsənsə, əlbəttə o gecəyə belə deyək də, o gecə sənə nəsib olmayacaq. Ona görə niyyətlən ki, mən inşallah Qədir gecələrini çalışacağam. Yəni sübhə qədər qalım, saat 5-ə qədərdir. Yəni 5-ə qədər qalım, dualar eləyim, ibadət eləyim, Allaha sığınım. Yəni bu gecənin ibadəti, yəni Allahu Akbar, bu gecənin ibadəti 84 ilin ibadətinə belə deyək, bərabərdir. Yəni təsəvvür et ki, sən bu gecədə bir dəfə la ilahe illallah vahdehu la şerike lehu lehul mulku ve lehul hamd desən və bunu 100 dəfə eləsən, yəni 300 min belə deyək, İsmail övladlarından bir şəxsi azad etmiş olursan. Yəni bu gecənin savabı həddindən artıq çoxdur. Təsəvvür et ki, bax bu gecə desən ki, 3 dəfə qul huvallahu əhəd, Allahu səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Yəni İxlas surəsini 3 dəfə oxusan, yəni Quranı oxumuş kimi olursan, bunun da savabını yığışdırmaq olmayacaq. Nə qədər savab qazanmış olursan, yəni 3 dəfə İxlas surəsini oxumaqla Quranı elə bir xətm etmiş olursan, tam oxumuş olsan, bunun savabı da yəni Allah bilir nə qədərdir. Yəni Quranda bir hərfin o savabı var və Allah istədiyini onu qaldırır. Savabın belə deyək də, savabın çərçivəsi yoxdur, əhatəsi yoxdur. Nə qədər Allah sənə savab verə bilər. Ona görə bu gecənin qədrini bil. Çalış bu gecə çoxlu dua et, Quran oxu. Bacardığın qədər yatma. Bacardığın qədər yatma. Sonra sual verilir ki, fitrə zəkatı çıxardanda qarıqdalı unu, kraxmal çıxartmaq olar. Yəni çıxartmaq olar, amma çalışmaq lazımdır ki, bizim ölkədə məşhur olan yeməkləri çıxartmaq lazımdır. Yəni bu günləri Azərbaycanda qarğıdalı unu ilə heç kim bayram etmir. Məsələn, bəziləri var ki, məsələn, fitrə zəkatlarında arpa var, buğda var və s. Məsələn, un məmulatları var. Amma bizim ölkədə yəni bu belə deyək, qidalarla heç kim bayram etmir. Bizim ölkədə bayram edirlər düyü ilə, ət ilə, balıq ilə, yəni yaxşı yeməklərlə yəni insanlar bayram edirlər. Ona görə alimlərdən bəziləri demişlər ki, o ölkənin qidası, əsas qidası hansıdırsa, o qidadan fitrə zəkatını yəni çıxartsın. Elə insan ola bilər ki, yəni bu fitrə zəkatını çıxartmaqda məqsəd nədir? Məqsəd odur ki, həmin o kasıb ailə bayram etsin. Sən bir şəxsə 3 kilo arpa aparıb versin, o bayram etməyəcək axı. Yəni o məqsəd hasil olmayacaq və yaxud kraxmal aparıb versin, o axşam bayram edəcək o kraxmalla. Və yaxud digər qidalar var ki, hansı ki mərciməkdir və s. Yəni bunlarla bayram etmək olmur. Həqiqətən olmur. Makarondur məsələn. Yəni makaronda insanlar bayram etmir. Bizdə Azərbaycanda makaronu belə deyək də, insan ən kasıb halında yeyir. Ən kasıb halında balalarına, uşaqlarına makaron qaynadı verir. Amma bayram bizim ölkədə məsələn ət yeməkləri pişir, düyü pişir və yaxud toyuq yeməkləri pişir. Yəni bunlardan çıxart Allah üçün. Evində özün necə bayram edirsən əziz qardaşım? Evində necə bayram edirsən? Evində yalnız mərciməklə makaron qaynadıb uşaqlarına verirsən, yoxsa ət alırsan, toyuq alırsan, balıq alırsan, digər gözəl yeməkləri alıb övladlarına yedizdirirsən. Kasıb qardaşın nə üçün yalnız elə makaron qaynadıb uşaqlarına verməlidir? Yəni əziz qardaşım, bizim ölkədə insanlar hansı qidalarla bayram edirlərsə, o qidaları çıxartmaq daha yaxşıdır. Daha doğrusu Allah bilir. Sonra sual verilir ki, necə bilə bilərik ki, biz Qədir gecəsindəyik? Sual verilir ki, necə bilə bilərik ki, biz Qədir gecəsindəyik? Yəni bunu Allahdan başqa heç kim bilmir daha doğrusu. Bunu Peyğəmbər sallallahu aleyhi və səlləm belə deyək, bilib sonra unutturdu Peyğəmbər sallallahu aleyhi və səlləm. Sahabələr bilməyiblər Qədir gecəsi nə zamandır, nə vaxtdır. Yəni bilsəydik nə yaxşı olardı. Yəni bu gizlədilib. Yəni gizlədilib. Yəni biz bunu dəqiq bilmirik. Amma bəzi əlamətləri vardır. Əlamətlərdən biri həmin gecənin sükunətli olmasıdır, salamatlıqla olmasıdır və s. heyvanların səs-küyü olmamasıdır. Sonra sübh vaxtı günəşin
şüası çıxmasıdır. Yəni bunlar dəlalət edir ki, həmin axşam Qədr gecəsi olub, amma daha doğrusunu Allah bilir. Sonra sual verilir ki, qadın maşında öndə otura bilər. Qadın deyir maşında öndə otura bilər. Yəni, otura bilər, otura bilər. Sonra sual verilir ki, 70 kilometr məsafə səfər sayılırmı? Səfər məsələsində yəni fikir ayrılıqları çoxdur. Bəzi alimlər demişlər ki, səfər yəni yaşadığın yerlə, adətlə ölçülür. Məsələn, hansısa bölgədə yaşayırsansa, məsələn, həmin yerdən başqa bir yerə gedirsənsə, insanlar orada sənə desə ki, filankəs səfərə gedib və sən səfərdə sayılırsan. Bəzi alimlər demişlər ki, yəni səfər belə deyək ki, dəvənin bir gün və bir gecə gedəcək yol qədərdir. Bu da təqribən 80-85 kilometr edir. Daha doğrusunu Allah bilir. Bu qədər Allah bizə eşidib faydalarını etsin. Subhanəkəllah və bihamdik əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.